Gəlin əvvəlcə sum, product, minimum, maksimum, average və count funksiyaları ilə bağlı bir neçə qaydaya baxaq. Ümumiyyətlə qaydamızda deyir ki, funksiyanın mötərizəsinin daxilində bu aşağıdakılar verilərsə nə olacaq? Necə həll edirik biz bu funksiyalarımızı? Dırnaqlı və yaxud dırnaqsız yazılmış ədədlər veriləndə mötərizə daxilində təbii ki, funksiya onu ədəd kimi götürür. Əgər mötərizə daxilində true verilərsə 1, false verilərsə 0 kimi qəbul edilir. True dırnaq içərisində, false dırnaq içərisində verilərsə mətin kimi qəbul edilir və boş xanaları nəzərə alınır. Mütləq şəkildə xana daxilində yalnız ədədləri götürür. Yəni sum, product, minimum, maksimum, average, bir də count yalnız ədədlərlə işləyən funksiyalarımız. İndi baxaq birinci sum funksiyamıza. Demək A1 C1 diapazonu vergül qoyulub true. Dedik ki, mötərizənin, yəni funksiya nədir? Bizdə sumdur. Sumın mötərizəsinin daxilində true varsa və biz nə deyirik? Deyirik ki, true'nu 1 kimi qəbul eləyir. A1 C1. A1'imiz burdadır, C1'imiz də bu diapazondur. Diapazonu demək yaratdıqdan sonra, seçdikdən sonra bizdə sum nədir? Ədədləri cəmləməkdir. Ədədimiz 1 44-dür, bir də 3-dür. Cəmləyəndə nə eləyir? 47 eləyir. Amma biz cavabı 47 götürməyəcəyik. Niyə? Çünki vergüldən sonra true var. Və true da dedik ki, bizdə nəyi ifadə eləyir? 1 ifadə edir, yəni 48. Sonra keçirik sum digər funksiyamıza. A1 C1 true. Amma bu true dırnaq içərisində yazılıb. Nə qeyd eləmişik? Demişik ki, dırnaq içərisində, yəni mötərizənin daxilində dırnaq içərisində true və yaxud false varsa, onu mətn kimi qəbul edir. Artıq burada demək A1 C1 diapazonunda bizdə nə olacaq? Demək bizdə A1 C1 diapazonu deyil. Baxaq, A1 C1 diapazonumuz. Bu diapazonumuzda demək bizdə nə olacaq? 44 plus 3 plus true. True'dan mətin tipli olduğu üçün, yəni bu true buradakı true deyil. Yadınızda saxlayın. Mən diapazon daxilində ədədləri götürdüm və vergüldən sonra true dırnaq içərisində varsa və mətn tipli qəbul edirsə, burada təbii ki, biz xətalardan danışanda demişdim ki, sizlərə value xətası nə vaxt çıxır? Mətnlə ədədi toplayan zaman. İndi keçdik digər funksiyamıza sum B3 vergül B2. Yəni B3-ün qiymətini götürürük. B3-ün qiyməti dırnaq içərisində 56-dır. Bir də B2-nin qiyməti. B2-nin qiyməti də 2-dir. Dedik burada boş xanalar nəzərə alınmır. Xana daxilində yalnız ədədləri götürür. Yəni xana daxilində yalnız olan ədədlər hansılardır? 2-dir. 56 bizdə nədir? Mətin tiplidir. Sonra baxaq sum 2 dırnaq içərisində 3. Biz də dedik ki, dırnaqda və yaxud dırnaqsız yazılmış ədədlər sumdur, productdur, minimumdur, maksimumdur, average və count funksiyalarında nə kimi götürülür? Ədəd tipli götürülür. İndi burada 2 verilib və dırnaq içərisində 3 verilibsə, 3-ü də ədəd tipli götürdüyümüz üçün 2-nin üzərinə 3 gəlirik, eləyir bizdə 5. Sonra baxaq countumuza. Count bizdə dedik ki, ədədləri saymaq deməkdir. İndi baxaq A1, A4 diapazonumuza. A1'imiz budur, A4'ümüz budur və bir dənə düzbucaqlı çəkirik, yaradırıq. Bu bizim diapazonumuzdur. Bu diapazonda demək deyir ki, bizdə count dedik ki, nədir? Yalnız ədədləri sayır. Bizdə ədədlərimiz neçədir? 44-dür və boş xanalarda onsuz nəzərə alınır. Yəni bizdə bir dənə ədədimiz var, o da ki 44-dür. Demək burada count sonra digərinə baxaq. Count B1, B4 diapazonu. B1 buradır, B4 buradır. Düzbucaqlımızı çəkdik. B1, B4 diapazonunda neçə dənə ədəd var? 1 2-dir, bir də 12-dir. 2 dənə. True da bizdə dedik ki, nə kimi götürülür? 1 kimi götürülür. Yəni cəmi bizim neçə ədədimiz var? 3 ədədimiz var. Sonra count B1, B4 yəni bu diapazondan demək bu diapazona əsasən funksiyamızı həll edirik, amma mötərizə daxilində, yəni false var. False da mətn kimi qəbul edildiyi üçün burada təbii ki 2 ədəd olacaq. 1 2 ədədi, bir də 12 ədədimiz. Yəni count dedik ki, ədədlərin sayını bildirir. Yəni 2 dənə ədədimiz var. Average ədədi ortadır. Birinci buna baxaq. Average B1 B4. Yenə də B1 B4 diapazonumuz budur. Burada nə edir? Yalnız ədədlər. Baxın 56 bizdə mətn tiplidir. True mətn tiplidir. İndi burada 2 ilə 12-ni toplayıb nə edəcəyik? Sayını böləcəyik. Onsuz ədəd orta ilə toplayıb sayını bölməkdir. Bu da eləyir bizdə 7. Və burada baxaq average B2. Demək B2-miz hansıdır? B2. B2 2-dir. B3-üm 56-dır. A3-üm də boşluqdur. Və bizdə də nə deyirik? Deyir, boş xanaları nəzərə almır və average nədir? Ədədi orta. Yəni ədədləri yalnız toplayıb sayına bölməkdir. 56 bizdə baxın, biri var xananın daxilində, biri var mötərizənin daxilində. Yəni burada dedikləri mötərizə daxilində varsa biz həyata keçiririk. Amma bu 56 xana daxilində olduğu üçün cavabımızı yalnız 2 götürəcəyik. Yəni başqa bizim ədədlərimiz olmadığı üçün biz onun ədəd ortasını tapmırıq, elə ikimizi götürürük. Sonra baxırıq product. Product bizdə hasil deməkdir. Baxırıq B2. B2 bizdə 2-dir. C1'imiz nədir? C1'imiz 3-dür. A3-üm də boşluqdur. Yəni boş xanalar nəzərə almırsa bu funksiyalarımız, demək burada 2-ni 3-ə vuracaq, eləyəcək 6. Product C4 B4. C4'üm nədir məndə? C4'üm 8-dir. B4'üm 12-dir. True'nu da 1 elədiyi üçün, yəni 1 nəzərə aldığı üçün baxın, 12-ni 8-ə vur, 10-da 1-ə vuranda eləyir 96. Product C4 yenə 8. B4'üm nədir? B4'üm 12-dir. False. False-u 0 qəbul etdiyi üçün nəyi 0-a vursaq, onsuz cavabımız 0 eləyir. Sonra keçsək minimum, maksimum. Minimumu tapmaqdır, yəni ən kiçiyi, maksimum ən böyüyünü. İndi baxırıq buradan 45, 6, bir də dırnaq içərisində 5. Dırnaq içərisində 5 burada ədəd tipli sayılır. İndi minimum dediyi üçün biz təbii ki, nə götürəcəyik? 5-imizi götürəcəyik cavab olaraq. Maksimum deyəndə, baxın, dırnaq içərisində ədədi yenə biz ədəd tipli götürürük və cavabımız maksimum olduğu üçün 45 götürürük. Minimum B1, B4. B1'imiz buradır, B4'ümüz buradır. Bu diapazonda deyir ki, ən kiçiyini tap. Ən kiçiyi nədir? 2-dir. Bəs yaxşı, ən böyüyü nə olacaq? 12. Bəzən tələbələr 56 götürür. 56 xana daxilində veriləndir. Əgər mötərizə daxilində, burada məsəl üçün maksimum, demək bərabərlik B1, B4
sonra dırnaq içərisində 56 verilsəydi, hə, burada belə olacaqdı da, 12-ni götürəcəkdik. Yəni 2, 12, bir də 56. Bunların maksimum neçədir? Təbii ki, 56 olacaqdı. Yəni biri var funksiyanın mötərizəsinin daxilində verilsin dırnaq içərisində ədəd. Hə, onda bunu ədəd tipli götürürük. Amma biri də var ki, xananın daxilində verilsin. Xananın daxilində veriləndə mətn tiplimiz sayılır. Sonra burada əvvəliyyətimiz 1 də qalıb. Bunu da izah edeyim. A1, S1. A1-imiz nədir? 44-dür və diapazon istəyir bizdən. A1 buradır, S1 də buradır. A1, S1 diapazonumuzda ədədləri götürürük. 1, 44-ü, 1, 3-ü, bir də bizdə true var. True dedik axı, nə edir? 1 kimi qəbul edir true'nun. Yəni 3 dənə ədədim var. 44-ün üzərinə 3 gələndə elir məndə 47, üzərinə 1 gələndə 48, 48-i də 3-ə böləndə elir məndə cavab 16. Yəni keçdik ABC, fakt, bir də power funksiyalarımıza. ABC bizdə mütləqdir. Modulu tapmaq üçündür. Fakt, faktorialı tapmaq üçündür. Power isə qüvvətimdir. İndi gəlin baxaq görək necə olur. Burada nə deyirik? Deyirik ki, true, false ədəd kimi götürür yenə. Əgər dırnaq içərisində verilirsə mətn kimi götürür, mötərizənin içərisində, həm də xana daxilində. Baxın, burada biz bu funksiyalarda dedik, mötərizə daxilində bunlar varsa, biz dediklərimiz, yəni burada dediklərini həyata keçiririk. Amma ABC-dir, faktdır, powerdir, 3 funksiyamızda artıq həm mötərizə daxilində, həm də ki, hər hansı bir xananın daxilində bu şərtlərimiz verilibsə, bizim demək biz götürə bilərik. Yəni boş xanalar 0 qəbul eləyir, amma funksiyanın mötərizəsinin daxilində yalnız dırnaqlı və yaxud dırnaqsız ədəd veriləndə mötərizənin daxilində, yəni funksiyanın mötərizəsinin daxilində biz onu ədəd kimi götürürük. Həm mötərizənin daxilində, həm də xana daxilində true-nu, false-u 1 götürür. Dırnaq içərisində yazılmış true, false-u mətn götürür, boş xanaları 0 götürür. İndi gəlin bu dediklərimizi nə edək? Misallar üzərində göstərək. ABC B2. B2-miz bizdə nədir? Mənfi 2-dir. Buradan müsbət 2 çıxır təbii ki. ABC A3. A3 bizdə nədir? Dedik ki, ABC, baxın burada nə yazmışam? Boş xanaları 0 qəbul edir. İndi A3-ümüz bizdə boşdur. Heç bir xana olmadığı üçün 0. 0-ın da modulu onsuz 0 eləyir. Sonra faktorial B3. B3 məndə dırnaq içərisində 2-dir. İndi baxaq görək burada mötərizə daxilində və yaxud xana daxilində demək nə edir? Dırnaq içərisində verilmiş ədədi nə götürür? Mətn tipli götürür. Amma mötərizənin daxilində dırnaq içərisində ədəd verilsəydi, onun faktorialını tapacaqdı. İndi burada value səhv edir. Yəni faktorial ədədlərin faktorialını tapır. Biz mətnin necə faktorialını tapa bilərik? Faktorial A3. Faktorial A3 ümumiyyətlə dedik ki, faktorialdır, ABC-dir, bir də ki, powerdir. Boş xanaları 0 qəbul edir. İndi boş xanamız 0-dırsa, biz də bilirik ki, 0-ın faktorialı nədir bizdə? 1-dir. Sonra faktorial dırnaq içərisində 4. Dedik faktorialdır, sonra ABC-dir, bir də powerdir. Mötərizə daxilində dırnaq içərisində və yaxud dırnaqsız ədəd varsa, onu elə ədəd kimi qəbul edir. 4-ün faktorialı nəyə bərabərdir? Təbii ki, 1 vur, 2 vur, 3 vur, 4, o da eləyir 24. Power düyməmiz, daha doğrusu power funksiyamız. Power funksiyamızda S1, B3. Baxırıq S1-imiz. S1-imiz hansıdır? 3-dür. B3. B3-dəki daha doğrusu B3 dırnaq içərisində 2-dir. Biz 3-ü demək vururuq dırnaq içərisindəki 2-yə, yəni mətnə. 3-ü necə mətnə vura bilərik? Təbii ki, burada value səhv çıxacaq. Əgər belə olsaydı, indi o biri hissələrdə qeyd eləmişəm. S1 dırnaq içərisində 2 verilsəydi, hə, S1-in qiyməti 3 idi, 3-ü 2-yə vuracaqdı, eləcəkdi 6. Yəni mötərizə daxilində dırnaq içərisində 2 varsa, onu mətn qəbul edir. Amma xananın daxilində dırnaq içərisində 2 varsa, onu nə qəbul edəcək? Təbii ki, mətn qəbul edəcək. Sonra powerimiz, powerdə yenə də S1 true dedik ki, true nə edir? 1 kimi qəbul edir. False isə 0 kimi qəbul edir. İndi S1 bizdə nədir? S1-imiz bizdə 3-dür. Power ümumiyyətlə qüvvətdir da. 3 üstü 1 neçə eləyir? 3 eləyir. False bizdə 0 kimi qəbul edilirsə, powerdə, ABC-də, bir də ki, faktorialda, demək bizdə S1-imiz 3-dür. 3 üstü 0, bilirik ki, 0 eləyir. Yəni nəyin üzərində 0 varsa, o bizdə 1 eləyir. Power S4 dırnaq içərisində 3. Artıq bu dırnaq içərisində verilən 3 bizdə ədəd tiplidir. Niyə? Çünki funksiyanı, yəni power funksiyasının öz mötərizəsinin daxilində yazılıb. Əgər xananın daxilində, demək, baxın, məsəl üçün buradakı kimi xananın daxilində dırnaq içərisində ədəd verilsəydi, baxın, nə edəcəkdi? Biz onu təbii ki, götürməyəcəyik. İndi S4-üm nədir məndə? S4-üm 4-dür, 4-ü də 4 üstü 3 də, yəni power axı qüvvətdir, 64 eləyir. Power A3. A3-ü məndə biz dedik ki, boş xanaları nə kimi sayır? Demək 0 kimi qəbul eləyir. A3-üm boş xanadır, onun yerinə 0 yazıram. Bunu ədəd kimi qəbul etsə də 0-ı 3-ə vurur, eləyir məndə. Daha doğrusu 0 üstü 3. Power axı bizdə hasil deyil, hasil bizdə produktı bildirir, power bizdə qüvvəti bildirir. Yəni 0 üstü 3 təbii ki, 0 eləyəcək. Bu da belə riyazi funksiyalarımızdan da gəlin round ancaq demək ki, nə edək? İzah edeyim. Roundda verilmiş xanadakı ədədi say qədər yuvarlaqlaşdırır. İndi round A1. A1-də nədir? Bu ədəddir və 2-də bizdə addımdır. 2-dən sonra demək burada nə olacaq? 2 addım. 3 tam 56-ya gəlib düşür. Ədəd yuvarlaqlaşdırma qaydasına görə 4-dən böyük olduğu üçün, bəli, 3-dən sonra 5 gəldiyi üçün biz bilirik axı 5 və 5-dən yuxarı olan zaman biz nə edirik? Yuvarlaqlaşdırıb 3.57 götürürük. Sonra transdakı trans demək bizim funksiyamızda da baxın, ədədi tam hissəni saxlayırıq olduğu kimi. Yəni 5-dirsə 5 olaraq saxlayırıq və mötərizə daxilində hər hansı bir yenə addım verilibsə, bu addıma əsasən kəsr hissəni götürürük. Yəni 2 dənə addım varsa, olur bizdə 5 tam %49 demək nə olacaq? Bizim cavabımız olacaq.